Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrəfil ənbiyai vəl mursalin nəbiyyina Muhammedin və alə alihi və sahbi əcməin əmmə bə'd. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu. Qardaşlar, xoşdur yenə də sizinlə görüşmək. Allaha şükürlər olsun ki, Allah subhanahu taala yenə də bizi müvəffəq edib Allahın dinini öyrənməyə. Həqiqətən bunda böyük bir savab var, böyük bir fayda var. Kim xeyr öyrənərsə və onu öyrədərsə, Allahın dinini öyrənərsə, onu öyrədərsə, bilirsiniz ki, onun üçün nə qədər böyük əcirlər var. Allah onun üçün dua edir. Həmçinin Allah Subhanahu taala onu öz yanında zikr edir. Həmçinin mələklər Allahın yanında onu zikr edirlər. Balıq, qarışqa onun üçün dua edir və s. Yəni böyük bir fəziləti var bunun. Allah Subhanahu taala həmin insanın cənnətə gedən yolunu asanlaşdırır. Ona görə insan gərək elm məclislərindən, elm öyrənən yerlərdən yəni məhrum olmasın, həris olsun. Xüsusən də bu dövrdə. Bu dövr elə bir dövrdür ki, yəni hara baxırsan fitnədir. Allah qorusun, yəni insan dünyasının pozulmasından daha çox axirətinin pozulmasından qorxmalıdır. Çünki insanın dünyası pozularsa, onun gecə-tezə düzəlişi olur. Amma insanın axirəti pozularsa, o hər şeyini itirmiş olur. Ona görə də insan birinci növbədə axirətinin zay olmasından qorxmalıdır. Axirətin zay olması da insanın dininin zay olması ilə olur. Ona görə insan bu şeylərdə diqqətli olmalı, bu şeylərdə yəni Allaha çoxlu dua etməlidir. Və bizim üçüncü dərsimizdir bu mövzuda. Kitabımız Kitabul Kəbair, böyük günahlardır və kitabın müəllifi Şeyx Muhammed Əbdülvahhab rəhməhullahdır. Müasir əhl-i-sünnə alimlərindəndir. Uzaq keçmişdə deyil, yaxın keçmişdədir, yaşamış şeyxdir. Və bu kitabda demək olar ki, bir çox böyük günahları yığıb, hansı ki, insanı həlak eləyən, insanı cəhənnəmə aparan günahlardır, böyük günahlar. Və biz bundan qabaq böyük günahların tərifini vermişik ki, o günah ki, onun haqqında hədə gəlib, onun haqqında lənət gəlib, onun haqqında cəhənnəm odu ilə hədələmə gəlib və onun haqqında hədlər gəlib, cəzalar gəlib. Bu böyük günahlardır və bunlar şəriətdə demək olar hamısı bildirilib. Və kitabın şərh edən isə müasir əhl-i-sünnə alimlərindən olan Salih Fovzan Həfsəhullahdır. Allah bütün şeyxlərimizi qorusun və ölənləri rəhmət eləsin, onların hər birinə cənnət əhli etsin. Və bu kitaba, ümumiyyətlə, biz bu kitabın artıq 2 dərsini keçmişik, artıq 3-cü kitab, 3-cü mövzudur bu mövzuda. Və insan bilməlidir ki, şəriətin insanın üzərinə qoyduğu 5 məsələ var. 5 məsələ var. Xüsusən 4 məsələdir. 5-incisi isə o 4-ünə bağlıdır. Birincisi nədir? 2 əmirdir və 2 qadağadır. Əmirlər hansılardır? Vaciblər və müstəhəb, vacib və müstəhəb. Qadağalar isə haramlar və məkruhlar. Bir də qalır yerdə mübah. Yəni əməllər bu 5 şeydən qırağa çıxmır. Əmirin tərifi nədir? Biz keçmişdik. Əmirin tərifi nədir? Edən savab qazanır, etməyən isə günah qazanır. Və həmçinin də vacibin tərifi də bu. Həmçinin müstəhəbin tərifi nədir? Və isə etməyən isə günah qazanır. Haramın tərifi nədir? Edən günah qazanır, etməyən isə Allah üçün tərk eləyən. Bunların hamısında Allah üçün, Allah rizası var da təbii ki. Yəni, ola bilər insan haramı tərk edir, hansı sağlamlığına görə. Buna görə, yəni ona heç bir savabı yoxdur. Təbii ki, bunlar hamısı Allah üçün olmalıdır. Ona görə insan haramdan çəkinəndə niyyətini düzəltməlidir ki, mən bunu Allah üçün çəkinirəm. Bunda insanın savabı var. Haram odur ki, insan ondan çəkinir, çəkinməyində savab var, etməyində isə günah var. Həmçinin məkruh nədir? Etməsün. Günah savab qazanırsan, edəndə isə günah qazanmırsan. Görün, Allahın rəhmətinə qədərdir. Mübah isə nə savab və nə günah var o əməldə. Lakin mübah hansına aparırsa, onun hökmündədir. Məsələn, o mübah ki, o mübahla vacib əmr tamamlanır, o mübah əmrin hökmündədir. O mübah ki, onunla haram tamamlanır, o mübah onun hökmündədir. Məsələn, insan bir mübah əməldir, o mübah insana harama vəsilədir. Məsələn, sən, belə deyək də, üzüm satırsan, belə misallar çəkilir də, gəlir bir sənə deyir ki, mən şərab almaq üçün, şərab çəkmək üçün o üzüm səndən istəyirəm, 2 ton, 3 ton ver mənə. Sənin üzüm satmağında problem yoxdur, mübah bir əməldir. Lakin o satdığın üzüm aparıb harama vəsilə olacaqsa,
O sən üzə ona satmağın günahdır. Ona görə də Allah Subhanahu taala buyurur Quran-Kərimdə ki, yaxşılıqda və Allah qorxusunda bir-birinizə yardım edin, günahda və azğınlıqda isə bir-birinizə yardım etməyin. Və həmçində o əməl ki, məsələn, onunla vacib tamamlanır, onu etmək vacibdir. Məsələn, sən cibində pul var, dəstəmaz almağa su yoxdur. Dükandan gedib su almalısan ki, dəstəmaz alasan. Vacibdir sənin dükandan su almağın. Yəni, təmin eləyənmərsən. Aydındır. Sənin cibindəki sənin vacibi ödəyirsə, vacibi aparı tamamlayırsa, o mübah o hökmdədir. Və digər misallar da belədir. Bu şəriətin əhkam-ı şər'iyyə deyirlərdir buna. Şəriətin hökmləridir. Bir var əhkam-ül vadiyyə, bir var əhkam-ül təklifiyyə. Bu təklif hökmlərdir. Vadiyyəsi başqa hökmlərdir. Və həmçinin də böyük günahlardan biz keçən dəfə keçmişdik ki, böyük günahlar tövbə ilə silinir. Yəni, böyük günahlar, Allah Subhanahu taala insan əgər böyük günah edirsə, mütləq o tövbə etməlidir. Və tövbənin şərtləri aydındır. İnsan tövbəni Allah üçün etməlidir və söz verməlidir Rəbbinə ki, bir daha bu günaha qayıtmayacam və həmçinin də vaxtını gecikdirməməlidir və həmçinin də peşman olmalıdır və həmçinin də nədir? O tövbəni dərhal, o günahı dərhal çəkinməlidir o günahdan, gözləməməlidir. Və qul haqqı ilə əlaqəlidirsə, quldan da halallıq almalıdır. Bu olur artıq necə tövbə? Nasuh tövbə. Quran-ı Kərimdə necə ki, Allah Subhanahu taala deyir ki, ey iman gətirənlər, tubu ilallahi tövbətən nasuhə. Allaha nasuh tövbə edin. Bu tövbə səhih sayılır. Yoxsa ki, mən tövbə, yəni tövbənin qaydaları var. Hər bir ibadətin şərti, qaydası olduğu üçün tövbənin də qaydaları var. Və Allah Subhanahu taala buyurur ki, İn təctənibu kəbairə mə tunhəvnə anhu nukaffir ankum seyyiatikum. Əgər sizə qadağan olunan böyük günahlardan çəkinərsinizsə, biz sizin kiçik günahlarınızı əff edərik. Deməli, kiçik günahlar bir çox əməllərlə silinir. Məsələn, insan məscidə getdiyi zaman onun üçün kəffarədir. Bu cümə, digər cümə, o biri cüməyə qədər onun üçün kəffarədir. Ümrə, digər ümrəyə qədər onun üçün kəffarədir. Yəni, bir çox əməllər kiçik günahları silir. Lakin böyük günahlar insanı həlak yapar. İnsan gəlib böyük günahlardan tövbə eləsin. Və şeyx də burada böyük günahları yığıb. Və insan hər dəfə bu günahları keçdikcə, bu bizim həyatımızdır da, sən bunları öyrənməlisən. Gör, məndə bu var, yoxsa yoxdur. Varsa çəkinməlisən, tövbə etməlisən. Yəni, biz indi oxuyacağıq, insan dəhşətə gəlir. Gör ki, üzürsən günahların içində. Üzürsən günahların içində. Yəni, insan gərək, günahlar da olanda Allahın yardımı nə olur? Kəsilir. Allah yardım etmir. Çünki Allah qulunu onun qadağan olunan əməli üzərində görərsə ona qəzəblənir. Qəzəb də heç vaxt yardım gətirmir. Hələ Allahın rəhmətidir ki, sələflərdən birinin gözəl sözü var, çox xoşuma gəldi o söz mənim. Deyir ki, əslində Allah bizim də yaxamızdan yapışmalıdır, amma əlimizdən tutur həmişə. Allah rəhimlidir. Yəni, həmişə çalışır quluna şans versin. Amma Allahın qisası da şiddətlidir. Allah intiqam alandır, şiddətli intiqam alandır. Və Allah qorusun, o ayənin altına düşərik ki, kəllə bəl rani alə qulubihim mə kənu yəksibun. Xeyr, əksinədir, onların qazandığı günahlara görə onların qəlbi qapandı. Və qəlb də qapananda artıq heç bir muizə, heç bir fayda, heç bir gördüyün mənzərə sənə təsir etmir. Qəlb qaralır. Necə hədisdə gəlirdi, o çevrilmiş kasa kimi olur qəlb. Nə dəyər ona, içinə daxil olmur. Bəzən görürsən ki, insanlar qəbirstanlığa gedirlər, ən böyük muizədir qəbirstanlıq insansın. Deyib gülürlər orada. Sanki elə bil ki, ölməyəcəklər, sanki elə bil ki, orada dəhşət gözləmir onu. Orada onu qəbrə qoyanda rahatdır, hazırdır, imtahandan hazırdır. Halbuki Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrinə neçə dəfə deyirdi? Qəbr əzabından Allaha sığının, qəbr əzabından Allaha sığının, qəbr əzabından Allaha sığının. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm bir dəfə qəbr əzabından göstəriləndə qorxmuşdu Allah Rəsulü o dəhşətdən, mənzərədən. Və hər dəfə aparanda Cəbrayıl sallam onu soruşurdu ondan ki, bu nədir, bu nədir? Bu niyə bəl eləyirlər bunu? Və hamısını izah edirdi ona ki, bu faizə görədir, bu namazlara yatıb qalmağa görədir, bu nəmmamlıq elədiklərinə görədir və s. və s. Yəni, insan hər birimiz bunları yaşayacaq, Allah qorusun. Və biz bu günlər ona hazırlaşmasaq, biz qəbirdə yaxşı olmayacaq vəziyyətimiz. Aydındır. Ona görə insan gərək bunları oxuduqca insanın həyatıdır bu, insan bunlara hazırlaşsın. Və şeyx də burada birinci növbədə gətirir, biz keçən dəfə keçmişdik, bütün günahların ən əzəmətlisi hansıdır? Allaha şərik qoşmaq. Hansı ki, şirk ən əzəmətli, ən böyük günahdır. Hansı ki, Allah Subhanahu onu bağışlamır. Allah Subhanahu onu əff etmir. Allahın rəhməti yoxdur zərrə qədər onda.
Yəni Allah Subhanahu taala onu edənə cənnəti haram edir. Bütün günahlar Allahın məşiyyəsi altındadır, istəyi altındadır. Allah istəyəcəyini bağışlayacaq, istəyəni bağışlamayacaq. Yalnız şirkdən başqa. Çox təhlükəli günahdır. Hətta insan ömrü boyu ibadət eləyər, son anlarında o günahı eləyər, bütün əməllərin Allah sonra puç eləyər. وَلَقَدْ اُوْهِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَاِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Allah sonra kimə deyir bunu? Peyğəmbərə. Deyir, sənə və səndən əvvəlki bütün peyğəmbərlərə vəhy olundu ki, əgər Allaha şərik qoşsan, bütün əməllərin batıl olar və qiyamət günü xüsrana uğrayanlardan, həlak olanlardan olarsan. Yəni, bu nə deməkdir? Bu, Allah Subhanahu sənə neyi bildirir? Yəni, əməli var, xain olma. Yəni, iblis daima puskudadır. Daima puskudadır və sənin əqidəndə bir bazı boşluq taparsa oradan hücum eləyəcək. Ona görə də alimə gətirirlər ki, yəni şirk bir qazana düşmüş balaca bir nöqtə zəhər kimidir. Bütün qazanı zəhərləyir yeməyi. Bütün zəhərli. Ona görə Şeyx Salih Sindi, Subhanallah Rəhməllahın gözəl bir həfsəllah deyir ki, insan deyir, ola bilər 60 il ibadət eləsin deyir. Sonda 3-4 saniyə Allaha şərik qoşsun, hamısı getdi deyir. Ona şirkin böyük günahlardan fəsadı nədir? Yəni zina onu eləmir. Məsələn, zina ömrü boyu günah ibadət elə, bir dəfə zina elə. Sənin yəni həyatın digər əməlləri təsir olmayacaq onun. Aydındır? Amma sən Allaha şərik qoşsan, bütün hamısı gedir. Ona görə də Allah qorusun. Yəni birinci bundan başlayır şeyx. Yəni ehtiyatlı ol. Və bu barədə biz danışmışıq. Artıq yəni ki buna qayıtmaq lazım deyil. Və sonra şeyx burada gözəl bir mövzuya başlayır. Və bu da Əhl-i Sünnətin alimlərinin üslubudur. Birinci başlayır əsas məsələdən. Neydən? Qəlbdən. Qəlbin günahlarından başlayır danışmaq. Çünki birinci bilmək lazımdır ki, qəlb korlanarsa, artıq o biri şeylərin danışmağa ehtiyac yoxdur. İnsanın zahiri yaxşı ola bilər. Amma onun qəlbində bu itlər olacaqsa, bu köpəklər olacaqsa, bu günahlar olacaqsa, o qəlbdə problem olacaq. Və Allah qorusun, ya bu dünyada onun fəsad üzə çıxacaq, necə hədisdə varid olur. İnsan cənnət əməlini eləyər, sonda cənnətə girməni bir dirsək məsafə qalar, o günahlar üzə çıxar, qəlb çevrilər və səni salar cəhənnəmə. Və yaxud da Allah qorusun, axirət günü daha yəni o yanası yoxdur, 100% çıxacaq. Allah'ın yevmə tubuləs sərair, o gün bütün sirlər açığa çıxacaq və insana Allah Subhanahu taala deyəcək. Baxın da məsələn biz hamımız şəhid kimi tanımışıq, alim kimi tanımışıq, sədaqə verən kimi tanımışıq. Gələcək, əmin olacaq, mən şəhidəm, amma Allah Subhanahu deyəcək, xeyr. Niyə etdin bunu? Ya Rəbbi, mən sənin yolunda yalan deyirsən. Sənin qəlbində bu deyildi. Sənə dünyada verildi o adlar. Tərifləndin, layiqincə sənə bu sözlər deyildi. Amma bugün sənin mükafatın yoxdur. Çünki bugün mükafat niyə görədir? Qəlbdə olana görədir. Çünki qəlb salamat olmayacaqsa o gün, sən nə etsinsə elə, sənin mükafatın olmayacaq. Allah qorusun. Ona görə də insan qəlbindəki bu günahları təmizləməlidir. Ona görə də şeyx burada başlayır böyük bir əzəmətli hədislə. Diqqət eləyin, qardaşlar. Bunlar çox əzəmətli məsələlərdir. Şeyx başlayır burada, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Əbu Hüreyrə radiyallahu anhdan gələn hədisdə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İnnallâhe la yanzuru ilə suvarikum və ənvalikum və lakin yanzuru ilə qulubikum və a'malikum. Hədis Müslimdə gəlir, səhih hədisdir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah Subhanahu sizin cisimlərinizə, surətlərinizə və həmçinin də sizin mallarınıza baxmaz. Baxmaz ki, sən nə mal sahibisən, sənin bədənin güclüdür, zəifdir, gözəldir, hamı sənə heyran olur. Ona baxmır. Lakin Allah Subhanahu nəyə baxır? Sizin qəlblərinizə və əməllərinizə. Bu əzəmətli bir hədisdir və şeyx burada bu hədislə başlayır. Və bu da şeyxin ixlasına, şeyxin rəhməhullahın üslubuna dəlalət edir ki, insanları ən əsasa qaytarır. Birinci qəlbə qaytarır, insanın qəlbinə. Yəni, baxma zahirindəki vəziyyətə. Əsas qəlbə bax. Və ona görə də deməli, böyük günahlar iki yerə bölünür. Əzalarla bağlı olan böyük günahlar, onlar məsələn zinadır, oğurluqdur, insan öldürməkdir, yəni insan nəfsi öldürməkdir. Və həmçində qəlblə bağlı olan böyük günahlar təkəbbürlükdür, həsəddir. Və həmçinin də qəlbin məsələn günahlarından
dedik təkəbbürlük, özünü öymə, özünü dartma, insanlara xor baxma, özünü bəyənmə, ucub deyirlər buna. Çox təhlükəli məsələ. Bunlar çox gizli günahlardır. Mən rahmehallah, Allahın rəhm etdiyi qullardan başqa bunlardan xilas olmaq çox çətindir. Yəni özünü bəyənmə, təsəvvür elə ki, məsələn, Həsən Fudeyl ibn İyad rəhməhəllahla başqa bir sələflərdən iki dənə böyük alim gedirlər Məkkəyə. Məkkəni təvaf eləyəndə nə deyir Fudeyl buna? Deyir ki, subhanallah, biz qəti bilirik ki, bizdən günahkarı yoxdur burada. Yəni sələflər gör necə ibadət edirlər. Yəni hamı şey özlərini aşağı görüblər ki, subhanallah, yəni bizdə bu qədər elm var, lakin nədir? Biz Allaha layiqincə ibadət edə bilmirik. Allaha layiqincə təzim edə bilmirik. Və həmçinin də insanlara xor baxma, yuxarıdan aşağı baxma, həsəd, haqqı nifrət eləmək. Haqq gəlir, haqqı döndərsən. Yox, filan kəs deyir onu, mən qəbul etmirəm. Subhanallah, elə yox. Haqq gəlirsə, onu qəbul etməlisən. Və həmçinin də münkəri sevmək. Bu qəlbin əməlləridir. Münkər. İnsan günahla rahatlanır, günahı sevir. İtaətdən nifrət edir. Qəlbində itaətə qarşı bir ikrah var. Allah qorusun. Bunlar qəlbin fəsadlarıdır. Qəlbin fəsadlarından və Osman radiyallahu anhu deyir ki, əgər qəlblərimizdə problem olmasaydı, biz deyir, Quran oxumaqdan doymazdık deyir. Quran oxumaqdan doymazdık. Onun insanın qəlbinin problemidir ki, yəni qəlb Allahın zikrini dinləməkdə yorulur. Və həmçinin də nədir? Digər əməllər inşallah şeyx gətirəcək. Və şeyxin gətirdiyi bu hədisdə biz görürük ki, Allah Subhanahu taala qiyamət günü, yəni ümumiyyətlə bu dünyada da qiyamət günündə mükafatı və önəmi zahirə görə verməyəcək. Zahirə görə verməyəcək. İnsanın gözəlliyinə görə, insanın gücünə görə, baxmayaraq ki, onun qəlbində problem var, onun zahiri ona heç bir fayda verməyəcək. Və bəzən görürsən ki, insanın deyir, bədəni gözəldir, cismi gözəldir, görünüşü gözəldir. Lakin deyir, qəlbi fəsad olandır, fasiqdir qəlbi. Və Allah Subhanahu taala həmin insana deyir, hörmət gözü ilə baxmır. Hörmət, rəhmət gözü ilə baxmır. Əksinə həmin insana Allah Subhanahu qəzəb gözü ilə baxır. Ona qəzəblənir Allah Subhanahu taala. Onu xoşlamır. Baxmayaraq ki, insanlar içində o hörmətlidir. İnsanlar içində, yəni o söz sahibidir. Necə ki Allah Subhanahu peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir Münafiqun surəsində? Və izə ra'aytahum tu'cibuka əcsamahum. Münafiqlər üçün Allah Subhanahu taala peyğəmbərə deyir, sən onları gördüyün zaman, yəni onların deyir bədənləri, cüssələri sən xoşuna gələr deyir. Yəni onlar münafiqlər deyir bədənli idilər, görünüşləri cəhətdən, formalar cəhətdən, fiquralar cəhətdən, yəni elə bir formada idilər ki, yəni hətta peyğəmbər sallallahu əleyhi və səlləm baxanda onlara yəni, xoşuna gəlir insanın. Lakin deyir onların deyir qəlbləri fasil bir qəlbdir. Və Allah Subhanahu buyurur ki: "Və in yaqulu tasma' li qawlihim ka'annahum khushubun musannada." Yəni danışdığı sözlərdə deyir, onlar elə danışırlar ki, insan deyir onların danışığından heyrətə gəlir. Bax bu günləri bax görsən, deyir nə gözəl danışır o. Əcəb gözəl danışığı var onun. Subhanallah, ona baxmırsan sən. Onun danışığına baxmırsan. Onun nə danışdığına baxsan. O nəyi deyir ona baxsan. Sən onun danışığına nə üçün şey edirsən ki? Sən onun danışığına baxın. Bax gör o insan nə danışır. Və Allah sonra ki, danışanda sözlərinə qulaq asırsan. İnsan deyir, onun sözlərinə qulaq asır. Sanki onlar deyir, divara sökənmiş kötüklər kimidirlər deyir. Və İbn Kəsir rəhməhullah bu ayənin təfsirində gətirir ki, onlar deyir, çox gözəl və fəsih danışırdılar, deyir, münafiqlər çox vaxt deyir. Elə danışırlar ki, sanki insan deyir, diqqətlə onlara qulaq asmaq istəyir. Amma bütün bu zahiri keyfiyyətlərə baxmayaq deyir, onlar daxildə deyir, çox zəif, çox qorxaq və tez təşvişə düşən, tez həyəcanlanan insanlardır. Ona görə Allah Subhanahu onlar haqqında buyurur ki, ayənin dalında ki, onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Bir dənə səs-küy eşidən kimi, bir dənə şey elə bilirlər ki, onlardan danışırlar. Daimi qulaqları orada burada olur. Daimi təşviş içində olurlar. Qorxaqdırlar onlar. Mömin əslində belə olmalı deyil. Mömin əlhəmdülillah hər şeydə Allaha təvəkkül etməlidir. Hər şeydə Allaha etimad etməlidir. Yəni hər hansı bir hadisə, təhlükə olduqda qorxaqlıqları səbəbindən dərhal bunu özlərinə götürürlər ki, bu mənə aiddir. Bu mənə toxunacaq. Bu mənə baş verəcək. Qəlbləri əsir. Baxmayaraq ki, bədənləri o cürə cüssəlidir. Baxmayaraq ki, amma mömin həll olmalı deyil. Möminlərə bax, Bədir döyüşündə gəldilər o münafiqlər, həmin o münafiqlər. Ayrı vaxt deyirdilər ki, kaş ki cihad olaydı, döyüşəydik. Kaş ki onların Allah Subhanahu cihad təyin etdi. Nə oldu? Gəldilər münafiqlər möminləri qorxuzmağa.
Siz bilirsiniz sizə kimlər gəlir? Yahudi qəbilələri birləşiblər. Əbu Sufyan ordusunu yığıb gəlir. Deyir, bu söz möminlərin neynədir? İmanın qaldırdı. İmanı qalxdı. Subhanallah, insan qorxuzur onu ölümlə. Amma insan deyir, imanı qalxdı. Və nə deyirlər? Həsbiyallahu ni'məl vəkil. Allah bizə yetər. Müminin sözü bu olmalıdır da. Mümin Allah təvəkkül etməlidir. Və yeganə ayədir ki, təvəkkül ayəsi, fikir verin. Allah Subhanahu deyir ki: "Və men yetəvəkkəl alallahi fehuve hasbu." Demədi Allah Subhanahu taala kimdir Allah təvəkkül edirsə, demədi ki, Allah ona yardım eləyər, belə eləyər, deyir ona bəs eləyər. Allah ona bəs eləyər. Bəs eləyər ona Allah Subhanahu taala. Yəni sən işləri Allah haqqı ilə etimad etsən, Allah ona bəs edər. O sənə yardım eləyəcək. O sənə bilir ki, hardan sənə kömək eləyəcək. O sənə bəs eləyəcək. Sən onun gözünün qabağındasan, narahat olma. Və sonra şeyx burada buyurur ki, o münafiqlərin zahirinə necə görsənsə, daxillər nə qədər zəif və nə qədər qorxu içində olur. Başqa ayda Allah Subhanahu taala gör nədir onlar haqqında? Deyir ki, çünki sizə qarşı onlar xəssislik edirlər. Onlar xəssis olurlar. Ümumiyyətlə münafiqliyin xüsusiyyətlərindəndir ki, onlar İslama qarşı xəssis olurlar. Mömin İslama qarşı xəssis olmalı deyil. Mömin hər bir cəhətdən İslama yardım etməlidir. Bu möminin vəzifəsidir. Bu möminin, hər bir möminin boynuna düşən vəzifəsi var. O Allahın dininə bacardığı qədər kömək eləməlidir. Yardım etməlidir. Bu dinin yayılması üçün hər bir insan çalışmalıdır. Sən dərs paylaşa bilsən, paylaşmalısan. Sən dərs keçə bilsən, sən keçməlisən. Sən malınla yardım edə bilsən, sən yardım eləməlisən. Bu sənin vəzifəndir. Qiyamət günü Allah Subhanahu səndən soruşacaq ki, mənim dinim üçün sən nə etdin? Sən nə cavab verəcəksən? Nə cavab verəcəksən? Mən qaçdım, gizləndim. Mən qıraqda dayandım müsəlmanlardan. Onlar gəlib mənim hasarımı tikmədilər. Mən də onlardan dayandım qıraqda. Subhanallah. Bu din sənə göndərilən ən böyük nemətdir. Bu din səni vətənə aparır. Bu din səni vətənə aparır. Hardan çıxarılıb sənin aton? O ata gəldi cənnətdən bura, darıxdı. O gəldi, düşdü bu dünyaya, gördü, subhanallah, hara gəlib o? Çox darıxdı. Və günahlarından peşman oldu, tövbə elədi və Allah subhanallah onu təzədən cənnətə qaytardı. Və o mömin də cənnət üçün darıxmalı. Niçin biz qərib olmalıyıq bu dünyada? Sən bu dünyada qəribliyi hiss eləməsən, sən subhanallah, səndə problem var. Sən qərib olmalısan. Nə xoş o qəriblərin halına. Sən qərib ol. İnsanlarda sən gedib o insanlara qoşulsun, insanların günahlarına günah eləsən, daha nə qaldı ki? Ona görə insan gərək bu dinə yardım və onlar deyir, xəsis olurlar. Onlara qorxu gəldikdə ölüm ayağında bayılan adamın o halı kimi dönüb insana baxırlar. Sanki axır ki, qorxudan bədənləri titrəyir. Qorxudan bədənləri titrəyir. Hətta başqa bir ayədə deyir Allah Subhanahu taala, Allahdan qorxduqları kimi başqalarından qorxurlar deyir. Elə qorxurlar ki, sanki Allahdan o qədər qorxmur insan. Bəzən subhanallah, hətta insanın ruzunun azalması, qardaş var, puluna görə qorxur. Ölər birdən azından. Subhanallah, Allah tanımır o insan. Allah tanımır. İnsan Allah tanıyanda elə şeylər narahat olmalı deyil olsun. Subhanallah, qalx gecənin 3-də birində Rəbbin gəlir, dua elə Allaha, əlhəmdülillah, ya Rəbbi, kömək elə mənə, imkan vermə kiməsə ağız açsın, yardım elə mənə, mənə kömək elə, mənə yol aç mənə, yardım et mənə, istəmirəm səndən başqasına gəlib möhtac olum. Qoyma, ya Rəbbi, aç mənə üçün yol. Allah Subhanahu gör necə açacaq sənin üçün. Vallahi açacaq. Və həmçinin də qorxu keçib getdikdə qənimətdə xəstlik edirlər. Və insanların insanları acı dillərlə sancırlar. Onlar iman gətirməmişdilər. Allah da onların əməllərini puç edir. Yəni yardım məsələsində xəsis olurlar deyir onlar deyir. Şeyxdir bu ayənin təfsirində. Onlara bir qorxu gəldikdə sanki ölüm gəldiyi kimi o bayılırlar, o cür nə olurlar deyir. Və elə ki qorxu gedəndə ağıllı, cəsarətli danışırlar. Sanki döyüşdə böyük qəhrəmanlıq göstərirlər. İştirak eləmirlər, elə danışırlar ki, sanki necə ki Tabuk döyüşündə bilirsiniz də, o 3 nəfər Allah Subhanahu onların salamı kəsdiyini əmr edir. Peyğəmbər onlara 50 günə yaxın onları Allah salamını kəsir. Lakin münafiqlər nə edirlər? Hamı yalan içir. Biz buna görə hamısını Peyğəmbər andın qəbul edir. Bilir ki, onlar yalancıdırlar. Amma onlar 3 nəfər sadiq insanlar gəlib deyirlər ki, biz heç bir üzrümüz yoxdur. Heç bir üzr bizi bu döyüşdən yayındıra bilməzdi. Çünki Allah Rəsulu əgər yardıma döyüşə çıxıbsa, biz kimik ki, biz evimizdə oturaq? Peyğəmbər sallallahu əleyhi və səlləm bizi çağırıbsa ki, gəlin mənim dalımca, nə üzr ola bilər ki, biz Allah Rəsuluna yardım etməyək?
Və ona görə Peyğəmbər onların 50 gün salamı kəsir və Allah da sonra ayə indirir, onların tövbəsini qəbul edir. Və onlar sevinirlər. Bax, əsl sadiqlik budur. Amma bunlar isə nə deyirlər? Görsən, aydına gəlirlər. Necə gəlir təfsirdə? Biz belə eləyərik, biz belə, ən döyüşdə belə ağız da olsa danışırlar. Halbuki heç biri o cür olmayıb. Ona görə də ibrət insanın qəlbindədir. İnsanın cismində deyil. Ona görə insan ola bilər ki, üzdən çirkin olsun. Üzdən çirkin olsun. Pis görsənsin. Lakin Allah yanında ən hörmətli insan olsun. Onun qəlbi çox gözəl olsun. O mömindir, sadiq mömindir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur ki, saqqalı dağınıq, üst-başı toz torpaq içində olan, yəni qaplardan qovulan bir insandır deyir. Lakin deyir, Allaha and içərsə deyir, Allah onun andını deyir, qəbul edir. Yəni insandır. Məsələn, baxın, Bilal radiyallahu, baxın, kim idi Bilal? Qureyşin ən vəzifəlilərinin kölələrindən idi. Ammar ibn Yasir. Kim idi? Anası, atası kölə idilər. Abdullah ibn Məsud çoban idi. Onların qoyundan otarırdı. Bir çoxları kölə idilər. Müsəlmanların çoxusu, İslamı qəbul edən çoxusu kölələr idi. Lakin Allah Subhanahu taala onları sevmədi, onları ucaltmadı. Amma Qureyşin o varlılarını isə məhv etdi. Onları yox etdi. Ona görə də insan dostluğunu seçəndə pula görə, vəzifəyə görə seçməməlidir. Bəzən görürsən, bu qardaşları da olur. Bugün belə şeylər müşahidə edirsən ki, varlı insana qarşı daha çox sevgi bəsləyirlər. Baxırsan ki, insanın imanını qardaşa, Allah üçün çalışan qardaşa, Allah üçün imanını saxlayan qardaşa oturmaq, durmaq istəmirlər. Kimin pulu var, daha çox sevirlər onu. Xoş deyirlər o pullu adamın yanında oturmağı. Bu çox təhlükəli məsələdir. Biz insanı Allahın dini üçün sevməliyik. İmanı üçün sevməliyik. Biz qəlbimizi ona bağlamalıyıq. Çünki o Allah ibadət edir. Allahı sevir. Allah da onu sevir. Ona görə də Allahın sevdiyini biz necə sevməyə bilərik? Aydındır. Ona görə insan ki, bu şeylərdə ciddi olmalıdır. Və başqa bir ayədə Allah Subhanahu taala var ki, Allah Subhanahu buyurur ki: "Və ma amvalukum və la auladukum billati tuqarribukum indana zulfa." Nə var dövlətiniz, nə də oğul uşağınız bizə yaxınlaşdırmaz sizi. Heç vaxt. Yəni, nə övlad, nə var dövlət Allah insanı yaxınlaşdırmır. Əksinə çox vaxt uzaqlaşdırır. Çünki Allah Subhanahu taala nə deyir Quran-ı Kərimdə? Nə övladlarınız, var dövlətiniz Allahın zikrindən yayındırmasın. Bəzən yayındırır insanı. İnsan görsən ki, övladına görə, mal dövlətinə görə ibadətdən qaçır. Ona da çox təhlükəli məsələ. Başqa bir yerdə Allah Subhanahu taala buyurur ki, onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Fikir ver. Bax, bu ayə çox təhlükəli ayələrdəndir. Yəni, istidrac deyirlər də bu ayələr. Bu cür ayələrə istidrac deyirlər. İstidrac nədir? Allahın qulu dünyanla məhv etməsi. Yəni, Allah sonraki Peyğəmbərə onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla dünya həyatında onlara əzab vermək və canlarının kafir olaraq çıxmasını istəyir. Subhanallah. Yəni, istəmir ki, onlar iman gətirsinlər. Verir. Və sonunda da onlar məhv olub gedirlər. Çünki onlar bunu istəyirdilər. Onlar istəyirdilər bunu. Necə ki, başqa bir ayda Allah Subhanahu taala Peyğəmbəri misal çəkir ki, onlara Peyğəmbər gəldi, iman gətirmədilər. Nə gəldi onlara? Sıxıntı. Sıxıntı sıxır. Allah onlara sıxır ki, düzəlsinlər. Sonra görə yox. Bunlar istəmirlər. Tökür dünyanı onların başına. Deyir, yaşayın. Və sonra da onları məhv edir. Ona görə də sıxıntılar insanları Allaha bağlayan əməllərdir. Möminlər, peyğəmbərlərin yolu sıxıntılarla doludur. Çünki sıxıntı olanda insan möhkəmlənir. Ona görə də bu məsələlər çox təhlükəli məsələlərdir. Ona görə də insan nə etməlidir, qardaşlar? İnsan qəlbinə diqqət etməlidir. Allah Subhanahu taala insanın qəlbinə üstünlük verir. Gözəl qəlb sahibi Allah yanında üstün insandır. Baxmayaraq ki, insanlar yanında o cəlbedici deyil, gözəl deyil. Lakin Allah yanında o gözəl insandır. Aydındır. Subhanallah, mən bir qardaşla dərs oxuyuram, kitab oxuyuram, Azad müəllimlə. Deməli, bizə bir tələbə qoşulur. Mən dünənləri çox təəssürləndim o tələbədən. Deməli, bir məsələ var idi, şəkil var, o şəkil atmalıydı qrupa ki, baxılsın. Üçümüz idik, mən atdım şəkili qrupa ki, müəllim baxsın qardaş deyir, qardaş görmürdür, kördür qardaş deyir. Subhanallah, dərslərdə ən fəal tələbədir. Xəlil qardaş, mən çox istəyərəm ki, onunla mən tanış olum qardaşla. Qardaş tanıyır.
Hə, subhanallah, mən çox təsirləndim. Allahu akbar. Yəni dərsə məndən də tez girir, müəllimdən də tez girir. Yəni qardaş Allah üçün elm verən, amma gözləri görmür. Əslində kör o deyil. Kör Allahın dinini görməyənlərdir. O əlhəmdülillah onun qəlbi, gözü açıqdır tamamilə. Ona görə əlhəmdülillah insan gərək bu şeylərə diqqət eləsin. Və başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm məşhur hədisdir. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisi Nu'man ibn Bəşir radiyallahu rəvayət eləyir. Hədisin bir hissəsini şeyx gətirir burada. Deyir ki: "Ələ və innə fil cəsədi mudğa və izə salihət salihəl cəsədu kullu və izə fəsədət fəsədəl cəsədu kullu ələ və hiyə qalb." Deyir ki, həqiqətən bədəndə bir ət parçası var ki, balaca bir parçadır. O deyir düzgün olarsa bütün bədən düzgün olar. O deyir korlanarsa bütün bədən də korlanar. Bax bu qəlbdir. Əsas odur. Bu da deyir qəlbdir. Və bu hədis əzəmətli bir hədisdir. İmam Nəvəvi rəhməhullah bunu 40 hədisdə gətirir, 4-cü hədis, 5-ci hədis olaraq. İbrət, yəni insanın dedik ki, cismində, gözəlliyində deyil, ibrət insanın qəlbindədir. Və bu ət parçası, bu balaca bir ət bütün cism bədənə nisbətdə çox balaca bir şeydir. Lakin deyir, əsas odur deyir. İnsanlar isə ona diqqət eləmirlər. Baxsın, insanlar bütün bədənlərinin sağlamlıqlarına fikir verirlər, lakin qəlbə gələndə isə diqqət eləmirlər ona. Və insan da qiyamət günü ona görə imtahan olunacaq. Və bu hədis böyük hədisdir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İnnel halalə beyyinun." Halal da bəllidir, haram da bəllidir və onlar arasında şübhəli şeylər var. Yəni İmam Nəvəvi rəhməhullah deyir ki, yəni şübhəli şeylər odur ki, yəni nə halallığı, nə də haramlığı insanların çoxusuna bəlli deyil. Bəlli olanlar var, alimlər, elm əhli bilirlər, amma insanların çoxusuna bəlli deyil. Və hədisin özünə deyir ki, "Lə ya'lemuhunne kəsirun minən-nas." İnsanların çoxusu bunu bilmir. Deyir, kim o şübhəli şeylərdən çəkinərsə, bilmir halaldır, haramdır, çəkinərsə deyir, artıq deyir dinini və öz irzini, öz namusunu, yəni qorumuş olar. Və kim deyir o şübhəli şeylərə gedərsə, artıq deyir harama düşmüş olar. Və sonra gözəl bir misal çəkir Peyğəmbər sallallahu əleyhi və səlləm. Allah Rəsulunun üslubudur bu. Qabağındakını başa salmaq üçün ona misal çəkir. Gözəl bir misal. Bu da dəvətin üslublarındandır. Və buyurur ki, necə ki deyir, qadağan olunmuş yerin ətrafında qoyun otaran çobanın misalı kimidir bu deyir. O çoban deyir, o qadağan olunmuş yerin yaxınlığında qoyunların otarır, bilmir ki, o qoyunlar oraya girib yoxsa girməyib. Aydındır. Çox vaxtda girirlər. Sən o hasara niyə yaxınlaşırsan ki? Aralayan biraz ki, oraya girməsinlər. Çünki deyir, sonra buyurur ki, hər bir deyir, padşahın, hər bir böyük insanın hasarları var. Allahın da deyir, qadağan olunmuş yerləri onun haramlarıdır. Yəni, şəriətin, bax, bu çox önəmli məsələdir ya. Bunu diqqət eləyin. Şəriətin hasarları var da. Sən o hasarları aşıb keçirsənsə, artıq Allah meydan oxuyursan. Bilirsiniz də, ibadət iki şeyin üzərində qurulub. Hub, bir də nə? Hub, sevgi, bir də nə? Kim deyər? Bir də təzim. Təzim, qorxu təbii, təzim. Hub əmirlərdə olur, yəni əmirləri sevərək edirsən. Təzim isə Allahın haramlarını böyük tutub, əzəmətli tutub, mən hara daxil oluram? Ondan çəkinirsən. Ona görə sahabə nə dedi? Deyir, sizinlə bizim misalımız nəyə bənzəyir haramlarda? Sanki deyir, biz dağın dibində oturmuşuq, o dağ bir dağ düşdək başımıza, qorxuruq. Siz isə deyir, sanki bir həşərat oturub üzünüzdə, belə eləcək çıxıb getəcək. Haramı aşan adam Allah meydan oxuyur. Bu çox təhlükəli məsələ. Biz sadəcə cəzalanmırıq. Allahın rəhməti var deyə cəzalanmırıq. Bu günləri kim bir insanın qadağa qoyduğu şeyi aşarsa, nə olacaq ona təbii ki? Onu cəzalandıracaq həmin insan. İşdə müdiriyyətin qoyduğu qadağaları aşırsansa, təbii ki, səni görsə cəzalandıracaq. Hər bir yerdə, gəlib kimisə hasarını tullanıb keçirsənsə, səni görsə nə edir? İndi sən təsəvvür Allahın hasarlarını gündə aşıb keçirsənsən və insanın dini qeyriyyəti gedir onda. Onun insan bir haram eləyəndə qəlbində bu olmalıdır ki, ya Rəbbi, bağışla məni, eləyəyim, əff et məni, mən tövbə eləyəm, qayıdıram, mənə o təzimi ver qəlbimə. Ona görə də insan, o təzim olmayan insanın qəlbində, o qəlb daşlaşır. Necə Allah Subhanahu buyurur, gözəl qardaşım, "Summa qasat qulubuhum min ba'di zalika fahiya kal-hijarati aw ashaddu qaswa." O vaxt ki Yahudilərə Allah Subhanahu ölünü diriltdi, onlara göstərdi. O boyda inəyi vurdular, ətin Yahudilərə o inək qatil öldürülən dirildi və qatilin kim olduğunu dedi. O hadisədən sonra yenə də onlar günah etdilər və Allah Subhanahu onların qəlbi bundan sonra daşlaşdı
Və daşdan da betər oldu. Çünki bəzi daşlar var ki, deyir qəlblər, o yarılır o daş, içindən su axır. Yəni insanın qəlbi daşlaşanda heç bir şey təsir etmir. Ona görə də Allah qorusun, insan Quran-Kərim oxuyanda cəhənnəm ayələri qabağına çıxanda sənə təsir etmirsə, çoxlu istiğfar dilə Allahdan ki, qəlbə təsir etmir bunlar. Bunlar mənə aid daxı. Bu ayələr mənə aid daxı. Birdən olmadı bu ayələr qiyamət günü mən oldum bunların yerində. Nə olacaq? Ona görə insan gərək möminlərin sifətini qazanmalıdır. Mömin nə olmalıdır? Onların yanında Allahın ayələri oxunduğu zaman onların dəriləri ürpəşər. Sonra rəhmət ayələri gələndə isə yəni rahatlaşarlar. Ona görə insan bu ət parçasına diqqət etməlidir. Və o ət parçası salih olarsa, salih nədir? Yəni gözəl olarsa, salamat olarsa, həmin bədən Allahı zikr eləyər. Allahdan qorxar. Xuşu olar o qəlbdə. Bax, fikir ver, bu deyir. Bəzi insanlar deyir ki, indi gələcək o və həmçinin də xeyri sevər, xeyr əhlini sevər. O qəlbin, salih qəlbin əlamətləri var da. Sən deyə bilmərsən ki, mənim qəlbim salamatdır. Salamatdırsa, o qəlb hara vurmalıdır? Bədənə vurmalıdır, əzalara vurmalıdır o salamatçılıq. Bax, burada şeyx gətirir. Dil zikr etməlidir Allahı. Allahdan qorxmalıdır, xeyr əhlini sevməlidir və həmçinin də şərə nifrət etməlidir, onun əhlinə nifrət etməlidir. Sən necə haramın içində gəlib otura bilərsən, haramda şərik ola bilərsən, kimisə razı salmaq üçün o haramın içində ola bilərsən. Necə ola bilər bu insanda? Çox təhlükəli məsələdir. Ona görə də insanın qəlbinin korlanmasının səbəbidir bu. Və bu qəlb salamat qəlbdir. Necə ki, Allah Subhanahu taala buyurur bu qəlb üçün ki, bax fikir verin. Yevmə la yenfa'u malun və la banun illə men atallaha bi qalbin salim. O gün nə bir mal dövlət, nə də bir övlad fayda verməyəcək. Yalnız kim salamat qəlblə gələrsə, ona fayda olacaq. Yəni Allah demədi ki, salih əməllər. Əsas salih qəlbdir. O qəlb salamat olmalıdır. Və hətta Allah Subhanahu İbrahim əleyhissalam nə deyir? İzcəə rabbəhu bi qalbin salim. Bir zaman o Rəbbinə huzuruna bir salamat qəlblə gəlmişdi. Peyğəmbərin qəlbi, Allah təskiyə edir peyğəmbəri. Ümumiyyətlə peyğəmbərlərdir, sahabələrdir. Allah onların qəlblərindən danışıb Quran-Kərimdə ki, onların qəlbindən xəbər verib ki, onlar salih qəlbli insanlar olurlar. Və o salih qəlbli insan da nədir? Ən xeyirli insandır. Ona görə də Allah Subhanahu taala bu qəlb şirkdən təmiz olmalıdır, yalandan təmiz olmalıdır, təkəbbürlükdən təmiz olmalıdır, hilədən, xainlikdən, digər qəlbin bəlalarından həmin o qəlb salamat olmalıdır. Əgər bədəndəki əzalar bir insanın salih insan olmağını görürsənsə davamiyyətli şəkildə. Çünki insan alimlər gətirirlər ki, bir insanın düzgün gedib sonra azması neydən irəli gəlir? O insanda ixlasın olmamasından. Bir insan ixlaslı olacaqsa, o qorunacaq. Çünki Allah Subhanahu taala şeytanın dilindən nə deyir? Yəni ki, ya Rəbbi, sənin bütün qullarını azdıracam, yalnız İxlas qarantiyadır insan üçün. İxlas insan üçün Allahın insanı qorumasının qarantiyasıdır. Bir insan az əməl sahibi ola bilər, amma qəlbində ixlas olacaqsa, o qorunacaq. Ona görə də şeyx burada gətirir ki, bir insanın əməllərinin gözəl olması daima o insanın qəlbinin salamat olmasının əlamətidir. Və əgər bir insanın da əməlləri zaydısa, bu da həmin insanın qəlbinin zay olmasının əlamətidir. Çünki qəlb nədir? Əzaların neydir? Komandiridir. İbn Teymiyyə rəhməhullah gətirir də, əgər deyir, həmin o komandir düzgün olarsa, əskərləri də düzgün olacaq. Həmçində əksi. Və qəlb, cisimdə olan qəlb, bu, yəni ki, insan buna çox diqqət etməlidir və çoxlu dua etməlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm ən çox etdiyi dualardan biri nə idi? Ya muqallibəl qulub, səbbit qulubənə alə dinik. Ey qəlbləri döndərən, qəlbimi salamat elə. İnsan daima gözəl sonluq üçün dua etməlidir. Pis sonluğuna Allaha sığınmalıdır. Çünki sonluq əsas sonluqdur. Allah qorusun, o qədər insanlar olub ki, gəliblər, sonları heç yaxşı qurtarmayıb. Ona görə qəlb əsildir və mərkəzdir, əsasdır və xeyr və şər onun üzərindədir. Və bəzən şeyx burada sonda gətirir ki, bəzi deyir insanlar deyirlər, bəzi o özündən razı olan insanlar deyirlər ki, ona deyirsən ki, yəni nə üçün deyir, məsəl üçün namaz qılmırsan, nə üçün deyir filan günahları eləyirsən, niyə ibadət eləmirsən? Deyir ki, biz deyir, nəhnu deyir,
deyir ki, əsas deyir, qəlbdə imandır, deyir. Əsas imandır, deyir, qəlbdə. Yəni, əməl önəmli deyil, deyir. Yəni, əsas mənim qəlbimdə iman varsa, deyir, düz deyir. Yəni, əsas odur. Görürük də, deyir ki, məsələn, mənim qəlbim təmizdir. Və yaxud deyir ki, mənim əsas qəlbimdə iman var. Bugünlər çıxır, bəziləri deyirlər ki, mən iman əhliyəm, mən imanım var, mənim imanım heç kəs mənim Allah arasında imamıma girə bilməz. Subhanallah, bu sözdə və bu hədisi dəlil gətirirlər ki, Peyğəmbər 3 dəfə göstərir axı, ət-təqva həhunə, ət-təqva həhunə, 3 dəfə deyir ki, təqva buradadır, Allah qorxusu buradadır, sinəsini göstərir. Bəli, şeyx deyir ki, iman qəlbdədir, lakin deyir, o qəlb, iman olarsa o qəlbdə, həqiqi iman, salih iman olarsa o qəlbdə, o iman mütləq səni nə edəcək? Allaha itaətə aparacaq. Yəni, iman nədir? İman nədir? Yəni, iman sən nə iman edirsən? Peyğəmbərə iman edirsən də, Allahın Rəsulunun gətirdiyinə əməl etmirsən, necə sən salamat qəlbin imanın var? Onda belə çıxır ki, Allah Rəsulullah çirklidir. Allah Rəsuluna, Allah sonra nə deyir? وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ يَقِينَ Həttə yətiyəkəl yəqin. Rəbbinə yəqinlik gələnə qədər ibadət elə. Yəni, ölənə qədər də. Yəni, Peyğəmbər səsəm, yəni, ən təmiz qəlbli insan idi da. Yəni, onun qəlbin, yəni, onda Allah Rəsuluna ibadət edirdi ki, bu nə sözdür? Yəni, o iman səndə varsa sənin qəlbində, o səni ibadətə aparmalıdır, Allaha aparmalıdır. Rəbbivə təşəkkürə aparmalıdır. Allaha qulluğa aparmalıdır o iman səni. Aydındır? Ona görə də, yəni, sən necə bunu iddia eləyə bilərsən, ey insan? Sən, bəli, Peyğəmbər bura niyə göstərdi səni? Yəni, əsas dedi ki, əsas buradır. Bax, bu hədisə işarə eləmək üçün Peyğəmbər ki, yəni, iman buradadır. Doğru iman buradadır. Zahirə baxmıyorum. Doğru iman bunun üzərində, qəlbdədir. Qəlb doğru olacaqsa, zahir əməllər də gözəl olacaq qiyamət günü. Əsas budur. Və insanın imanı güclü olarsa, yəni düzgün olarsa, o iman mütləq insanı Allaha ibadətə aparacaq. Allaha yönəldəcək və belə deyək də, Allaha belə deyək də itaətə aparacaq. Çünki hədisin sonunda nə gətirir Peyğəmbər s.ə.v? İzə saləhət, saləhəl cəsədu kulluhu. O, salih olarsa, yəni təmiz olarsa, cəsəd də salih olacaq. Salih cəsəd nədir? Allaha itaət edən, ibadət edən. Çünki Allah s.ə.v nə deyir? وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ İnsanın qayəsi budur, yaradılış qayəsi budur. Mən insanları və cinləri yaratdım ki, yalnız mənə ibadət etmək üçün. Mən onları buna görə həyat verdim. Buna görə onlara sağlamlıq verirəm, dolanışıq verirəm, yaşamaqlarına imkan verirəm. İbadəti yerinə yetirmək üçün. Deməli, o səndəki, içərdəki düzgün olacaq, o sənə ibadət aparacaq. Ona görə də sonda Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir hədisində? Hər bir insan necə doğulur? Fitrət üzərində doğulur. Yəni, müsəlman kimi doğulur. Sonradan atası, anasının sayəsində yahudiləşir, xristiyanlaşır və məcusiləşir. Ona İbn Teymiyyə rəhməhullah deyir ki, fikir verin sözə. Deyir, əgər nəfs və iblis olmasa, deyir, insan deyir, Allahını tanıyacaq, tapacaq, ibadət edəcək. Buraxılsa o, öz başına, o fitrət üzərində yaşayacaq və Rəbbini ibadət edəcək. Aydındır? Ona görə də insan gərək, yəni düzgün başa düşsün bu şeyləri. Allahdan istəyirəm ki, Allah bizi, qəlbimizi salamat qəlbli olanlardan eləsin və Allah Subhanahu taala bizi qorusun. Düzün Allah bilir və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi ecmaîn.